Uşaqlar, bugündən etibarən say sistemlərinə başlayırıq. Say sistemləri paragraf 3. Böyük, geniş bir bölmə olduğuna görə biz bunu 4 alt başlıq şəklində keçirik. Paragraf 3.1 say sistemi anlayışı mövqeli və mövqesiz say sistemləridir. Əvvəlcə bugün bu 3.1-i keçəcək, bunun haqqında danışacağım sizə. İndi ilkin anlayışlardan etibarən başlayırıq. Maksimum dərəcədə çalışırsınız ki, diqqətlə qulaq asasınız, hər şeyi başa düşəsiniz. Deməli, əvvəlcə, burada 2-lik, 8-lik, 10-luq, 16-lıq kimi əsas çox istifadə olunan say sistemlərini hal-hazırda görürsünüz. Deməli, uşaqlar, sadə formada əgər yanaşası olsaq, 10-luq say sistemi riyaziyyatda və ya gündəlik həyatda istifadə elədiyimiz say sistemidir. Normalda siz riyaziyyatda, bax, burada gördüklərinizə rəqəmlər deyirsiniz. Bunlar vasitəsilə, misal üçün 25 yazdım. Bunlar vasitəsilə yazdıqlarımıza da ədədlər deyirsiniz. Adi halda riyaziyyatda 25 yazanda yanında, aşağısında heç bir şey yazmırsınız. Amma say sistemlərində, testlərdə və s. bunu görəcəksiniz. Məsələn, 25 yazırlarsa, onun indeksinə belə 10 yazırlar. Bu, 25-in 10-luq say sistemində olduğunu göstərmək üçündür. Yəni, bizə demək istəyirlər ki, bu 25 adi bizim bildiyimiz riyaziyyatda, gündəlik həyatda istifadə elədiyimiz 25-dir. Amma 10-luq say sistemini başa düşdük, bizim bildiyimiz, anladığımız 2-lik, 8-lik, 16-lıq, aşağıda 5-lik, 6-lıq da qeyd eləmişəm. Bunlar nə üçündür? 2-liyi əvvəlki dərslərdən bilirsiniz. Demişdik ki, kompüterin yaddaşında hər şey 0 və 1-lər vasitəsilə ifadə olunur. Bax, bu artıq məlumatların 0-1-lərlə, xüsusən ədədlərin 0-1-lərinin ifadə olunması üçün ikilik say sistemindən istifadə olunur. Təbii ki, bizə dərsdə lazım olacaq hansısa ədədlərin ikilik say sistemində göstərilməsi və yaxud da ikilik ədədlərin onluğa gətirilməsi. Testlərdə görəcəksiniz bunları. Əlavə olaraq kompüterlərdə 8-lik, 16-lıq say sistemlərdə istifadə olunur. 8-lik hal-hazırda o qədər aktiv istifadə olunmur. 16-lıqla bağlı gələcək dərslərdə danışacağıq, harda istifadə olunur və s. bunlarla bağlı. Mac ünvanlarda, IPv4 6-larda istifadə olunur. Hələ ki, onlarla işimiz yoxdur. Bugün ümumi məntiqi, mahiyyəti başa düşməyə çalışacağıq. Deməli, diqqətlə baxası olsaq, 10-luq say sistemində, bax, bizim riyaziyyatdan rəqəmlər dediyimiz bu simvollar 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 var. Və diqqət eləyəsi olsaq, biz buna 10-luq say sistemi deyirik. Niyə? Çünki rəqəmlərin sayı 10-a bərabərdir. Bunu onsuz da riyaziyyatdan bilirik. Eyni qaydada yuxarıya baxın, 8-lik say sistemi. 8-lik say sistemində də 0, 1, 2, 3, 4, 5, 6, 7 var. Yəni, burada da rəqəmlərin sayı 8-ə bərabərdir. Bax, tamamilə eyni şəkildədir. 2-lik say sisteminə baxası olsaq, 2-lik say sistemində də sadəcə 0 və 1 var. Bunların arasında nisbətən fərqli olanı 16-lıq say sistemidir. 16-lıq say sistemini də belə yadda saxlayırsınız. 16-lıq say sistemini qəbul edəndə, yaradanda 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bax, bura qədər rəqəmləri yazdılar. Amma yuxarıdakılara uyğun olaraq, bax, eyni məntiqlə fikirləşsək, 2-likdə 2 dənə rəqəm, 8-likdə 8 dənə, 10-luqda 10 dənə rəqəm varsa, 16-lıqda da 16 dənə rəqəm olmalıdır. Amma 9-dan sonra real olaraq bizim bildiyimiz rəqəm yoxdur da. 9-dan sonra, amma burada 16-ya çatmalıyıq. Ona görə də məcburən belə bir şey fikirləşdilər. Dedilər ki, 9-dan sonraki növbəti rəqəmləri A, B, C, D, Y, F ilə işarə edək. İndi uşaqlar, 16-lığın əlifbasını siz dəftərlərinizdə yazın, birazdan işləyəcəyimiz testlərdə lazım olacaq. Qısa şəkildə, məsələn, belə yaza bilərsiniz, 0, 1, nöqtələr, 9, bundan sonra A, B, C, D, Y, F. Bunu bu şəkildə yazın, 16-lığın əlifbasını. Bir də, baxın, 9, 9-dan sonra A. Bunun dəyəri, yəni qiyməti bizim başa düşdüyümüz formada 10. Bunun qiyməti 11, 12, 13, 14, nəhayət F-in qiyməti də 15-dir. Bax, bunları bir dəftərinizdə qeyd edin, birazdan lazım olacaq. İndi, 2-lik, 8-lik, 10-luq, 16-lıq say sistemləri kitablarda qarşımıza çıxan, adlarını tez-tez eşitdiyimiz say sistemləridir. Bunlara əsasən say sistemlərinin məntiqini tutandan sonra biz, misal üçün, 5-lik say sistemi nədir, onu da fikirləşə bilməliyik. 6-lıq say sistemi nədir, onu da fikirləşə bilməliyik. Yəni, misal üçün, bizə desə ki, 5-lik say sisteminin rəqəmləri hansılardır? Digərlərinə əsasən fikirləşib cavab verə bilməlisiniz. Necə fikirləşəcəm? Deyəcəm ki, 8-lik say sistemində ən böyük nədir? 7. Yəni, adındakı ədəddən bir dənə balaca.
Sıfırdan başlayıb 7-də dayanıram. Onluqda sıfırdan başlayıb 9-da dayanıram. Onda beşlik say sistemində də sıfırdan başlayıb 4-də dayanmalıyam. Altılıq say sistemi deyirsə sıfırdan başlayıb 5-də dayanmalıyam və s. Və əlavə olaraq, baxın, mən hər hansı bir ədədin ikilik say sistemində olduğunu göstərmək istəyirəmsə, onun aşağısında indeksində 2 yazıram. Bəzi hallarda hansı yazılış səhvdir, hansı düzdür, bu şəkildə bizə suallar verir. Məsələn, hər hansı bir, tutaq ki, 1, 0, 4 yazıb indeksinə 2 yazsa, deyəcəksiniz ki, bu yazılış səhvdir. Niyə səhvdir? Çünki ikilik say sistemində 4 ola bilməz. Amma misal üçün burada 1, 0, 4 yazıb bura 8 yazsa, bu zaman problem yoxdur. Çünki 8-liyin rəqəmlərinin içərisində gördüyünüz kimi 0 da var, 1 də var, 4 də var. Və son olaraq, bax, bunların adları var. Baynar, oktal, desimal və heksadesimal. Bunlar haqqında da qısaca danışacağım, sonra bu danışdıqlarımla bağlı keçəcəyik suallara. Böyük ehtimal ki, baynar çox eşitmisiniz. İkilik say sistemini göstərmək üçün istifadə olunan bir termindir. Oktal 8-lik üçün istifadə olunur və desimal 10-luq üçün istifadə olunur. Heksadesimal da 16-lıq üçün. Baxın, 16-lıq məntiqlə yadda saxlaya bilərsiniz. 10 və 6-lıq. Burada da buna fikir verin. Bu 10-luq deməkdir. Eyni söz burada da var. Bax, belə əzbərləmək əvəzinə məntiqi olaraq yadda saxlaya bilərsiniz. Oktalı kimyadan da böyük ehtimal eşitmisiniz. Düşünürəm ki, bu da problem olmaz. Baynar məşhurdur, çox istifadə olunur dediyim kimi. Desimal 10-luq, heksadesimal deyirsə, o da 16-lıqdır. Belə. Uşaqlar, ilkin anlayışlarımızla bağlı danışacaqlarım bu qədərdir. İndi davam edirik. Bir neçə dənə sual gələcək, sonra yenə mən izahlara davam edəcəm. Maksimum diqqətli olursunuz, sualları tam oxuyursunuz. Birinci sualımız puzzle'dır. Sıralayın 16-lıq, 10-luq, 8-lik, 2-lik. Ən yuxarı 16-lıq, sonra 10-luq, sonra 8-lik, sonra 2-liyi sıralamalısınız. Maksimum diqqətli oluruq. 16-lıq, 10-luq, 8-lik, 2-lik şəklində düzməlisiniz. 16-lıq biraz əvvəl dediyim kimi heksadesimal, desimal, oktal və baynar şəklində. Səhvlərimiz də var. Ümid edirəm ki, növbəti dərsə qədər bunları əzbərləyə biləcəksiniz. Və keçirik növbəti suala. Bu çox cavablıdır. Hansı yazılışlar səhvdir soruşur. Səhv olanları seçməlisiniz. Uşaqlar, bunu əslində biraz əvvəl sizə izah elədim. Misal üçün, 1, 2, bax bu. 1, 2, 9, 8-likdə niyə səhvdir? Çünki 8-lik say sistemində 9 rəqəmi yoxdur. Aşağıdakı 10-luq say sistemində A yoxdur. Növbəti 16-lıq say sistemində 9-dan sonra A, B, C, D, Y və F gəlir. Yəni, bax, testin variantları bir dənə də F belə yadda saxlaya bilərsiniz. Burada C yoxdur, buna görə səhvdir. Qırmızını yazmışsınız. Qırmızıda 16-lıq say sistemi 9 var, 1 var, 0 var. Burada bir problem yoxdur. Sonra 8-lik say sistemində 7 var. 0, 1, 2, 3, 4, 5, 6, 7. Burada da problem yoxdur. 2-lik say sistemi 0 və 1-lərdən ibarətdir. Burada da problem yoxdur. Davam edirik. 5. Altılıq say sisteminin ən böyük rəqəmi. 5. Bəli. Söhbət əgər altılıq say sistemindən gedirsə, 0, 1, 2, 3, 4, 5. Bax, rəqəmlər bunlardır. Yəni, adındakı ədəddən bir vahid az, 5-də dayanmalısınız.
Növbəti sualımız 16-lıq say sisteminin ən böyük rəqəmi hansıdır, deyir. Ən böyük rəqəm ən axırda dayanandır. Ən axırda dayanan. Misal üçün, söhbət onluq say sistemindən gedirsə, ən böyük rəqəm 9-dur. Söhbət 8-lik say sistemindən gedirsə, ən böyük rəqəm 7-dir. Və söhbət 16-lıq say sistemindən gedirsə, ən böyük rəqəm F-dir. Bax, bununla bağlı çox ciddi bir xəta eləyirlər. Deyirlər ki, F hərfdir axı. Uşaqlar, F əlifbada hərfdir. Bayaq sizə dedim axı, 0, 1, 2, 9. 9-dan sonra rəqəm normalda qiymət olaraq 10 gəlməlidir. Amma 12 elementdən ibarətdir. Növbəti rəqəmləri A, B, C, D, Y, F ilə işarə ediblər. Yəni, söhbət say sistemlərindən gedirsə, burada yazılanların hamısı 16-lıq say sisteminin rəqəmləridir. Bunu qarışdırmaq olmaz. Sadəcə 9-dan sonrakıları hərflərlə işarə ediblər. Hərf əlifbadadır. 16-lığa keçdik, artıq o A, B, C, D, Y, F rəqəmlər olur. Hə, indi uşaqlar, sadə nəzəri anlayışlara keçirik. İlk olaraq, say sisteminin rəqəmləri anlayışı, sonra da say sisteminin əlifbası. Bu sadədir. Say sisteminin rəqəmləri deyiriksə, məsələn, onluq say sistemi 0, 1, 2 və s. 9. Bax belə. Rəqəmlər daha çox sizin riyaziyyatda istifadə etdiyiniz bir termindir. Rəqəm əvəzinə informatikada say sisteminin əlifbası və ya simvollar terminlərindən istifadə oluna bilər. Yəni, məsələn, belə deyə bilərəm. 0, 1, 2 və s. 9 onluq say sisteminin rəqəmləridir. Və ya əlifbasıdır və ya onluq say sisteminin simvollarıdır. Və gəldik say sisteminin əsası anlayışına. Bax, 1, 0, 1, 2-lik yazıram. Bu, indeksdə yazdığım ədəd say sisteminin əsasını göstərir. Və ya 1, 5, 8-lik və ya 25, 10-luq və ya 1A, 16-lıq. Bax, bu indeksdə yazdığım ədədlər say sisteminin əsasını göstərir. Başqa sözlə, say sisteminin əsası say sistemindəki rəqəmlərin sayıdır. Yəni, deyirik, 16-lıq say sistemi adındakı ədəd də eyni formada say sisteminin əsasını göstərir. Və bu sadə anlayışlarımızla bağlı yenə bir neçə sual işləyirik, yazırıq. Sonra keçirik növbəti hissəyə. Burada biraz məntiqlə düşünməlisiniz. Uşaqlar, burada yanaşmamız nədir? 1, 2, 4, 3, 0 və indeksinə x yazıb, şəklində yazılmış say sisteminin əsası, yəni x, ən az neçə ola bilər? Baxırsınız ki, rəqəmlərin içərisində ən böyük rəqəm 4-dür. Yaxşı, 4 hansı say sistemində ola bilər? 5-likdə, 6-lıqda, 7-likdə və s. 10-luqda, 16-lıqda. Amma bizdən ən balacasını istədiyinə görə biz 5 götürürük. Baxın, x-in yerinə 4 yazsaz bunun mənası olmayacaq. Niyə? Çünki deyəcəm ki, 4-lük say sistemində 4 ola bilməz. Amma x-in yerinə 5 yazası olsaz artıq problem qalmır. 1, 2, 4, 3, 0 hamısı 5-lik say sistemində olan rəqəmlərdir. 6 da yazsaz, 8 də yazsaz, 10 da yazsaz yenə problem yoxdur. Amma test bizdən ən kiçiyini soruşur. Davam edirik. Nömrə 9. Sadə sualdır. Düz yazın. On altılıq say sisteminin əsası 16. Onluq say sisteminin əsası 10, 8-liyin əsası 8 və s. Yəni rəqəmlərin sayından söhbət gedir.
Sadəcə əsasını yazmalısınız uşaqlar. Sadəcə ədədi yazırsınız. Yanına söz, hərf heç nə yazmayın. Bəli, əla. Bu da yəni sadə bir məntiqdir. Baxırıq ki, burada 0, 1, 2 və s. 6, ən axırda gələn 6-dırsa, bu 7-lik say sisteminin əlifbası və ya rəqəmləridir. Hə, mövqeli və mövqesiz say sistemləri. Keçdik növbəti anlayışımıza. Deməli, uşaqlar, burada məsələ nədir? Bax, 2-lik dedik, 10-luq dedik, 8-lik dedik, 16-lıq dedik. Bura qədər danışdığımız, adını çəkdiyimiz bütün say sistemləri mövqeli say sistemidir. Bir də adi kitablarda görürsünüz, məsələn, nə isə nömrələyəndə 1, 2, 3 və s. yazırlar, məsələn, 5 və s. məsələn, 10. Bax, bu da Rum rəqəmləri və ya Rum say sistemi. Bəzən kitablarda Roma say sistemi olaraq da verirlər bunu. Bax, bu mövqesizdir. Ümumiyyətlə, bizim adını eşitdiyimiz, bildiyimiz kitablarda qarşımıza çıxan say sistemləri içərisində bir dənə bu Roma rəqəmləri və ya Rum say sistemi, artıq adını nə deyirsinizsə, o mövqesizdir. Yerdə qalan bayaqdan danışdıqlarımız 2-lik, 10-luq, 8-lik, bunlar hamısı mövqeli say sistemləridir. Hamısı. Yaxşı, bəs bunun məntiqi, mənası nədir? Niyə görə biz bunlara mövqeli, mövqesiz deyirik? Diqqət edin, bu 512-dir. Qırmızı ilə 5-i göstərmişəm. Burada 5, 500-ü göstərir. Bunu parçalayırsınız riyaziyyatda. Deyir, necə yazırsınız? 500, üstəgəl 10, üstəgəl 2. Bax, buradakı 5 qiymət olaraq bu 500-ü göstərir. Gəldim bura. Bunu necə parçalayacağım? 300, üstəgəl 50, üstəgəl 4. Bax, eyni rəqəmdir. Burada 50-ni göstərdi. Bunu 600, üstəgəl 70, üstəgəl 5 şəklində yazırsınız. Buradakı 5-də sadəcə olaraq 5-i göstərir. Deməli, rəqəmi mən sağa sola apardıqca yerini, mövqeyini, baxın, məntiqi olaraq mövqeyini dəyişdikcə, qiyməti dəyişirsə, bu tip say sistemlərinə mövqeyli deyirik. Amma indi baxın buna, bu neçədir? 20, hə? Ümumi. Bunu nətər hesablayırıq? 10 plus 10. İndi diqqət edin, bu 10, soldakı x 10-u göstərir, sağdakı yenə də 10-u göstərir. Amma halbuki burada 5-in mən yerini dəyişəndə qiyməti dəyişirdi. Bax, bu nədir? Bu 11-dir. Bu nədir? Ümumi olaraq 9-dur. Bunu necə tapırıq? Bunu 10 plus 1 kimi tapırıq. Bunu 10, necə yazın bunu? Çıx 1. Belə, bu şəkildə yazırıq. İndi yenə də bax, bu x-i hara aparsan, yenə 10-u göstərir. Ümumi ədədin qiymətindən söhbət getmir. Uşaqlar, qarışdırmırıq bunu. Ümumi ədədin qiymətindən, yəni bunun 9, bunun 11, bunun 20 olmasından danışmırıq. Sadəcə bir dənə rəqəmə baxırıq. Bunu belə riyazi məntiqi yolla yadda saxlasanız daha yaxşı olar. Amma dediyim kimi, nəzəri yadda saxlamaq istəyirsinizsə, mövqesiz bir dənə Rum say sistemidir. Digər haqqında danışdıqlarımız hamısı mövqelidir. Mövqeli. Bir-iki dənə sual olacaq, sonra yenə izaha davam edəcək. Çox cavablıdır. Mövqeli say sistemlərinin seçin deyir. Mövqeli say sistemlərini seçin. Bir dənə bayaq dediyimiz kimi Rum rəqəmləri çıxırıq, yerdə qalanların hamısı. Mövqeli say sistemlərini seçin deyirdi. Rum rəqəmləri mövqesizdir, yerdə qalanlar hamısı mövqelidir. Ən böyük və ən kiçik ədədlərdən danışacağıq. Belə bir şey fikirləşirik. Tutaq ki, mən test yazıram və mənə deyir ki, 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədəd hansıdır? Bu, normalda budur, FF. Amma belə fərz eləyək ki, mən tərəddüd eləyirəm. Deyirəm, bəlkə FF deyil, bəlkə səhv eləyirəm. Bunu dəqiqləşdirməkdən ötürü beynimdə tam olaraq oturması üçün, bax, biz ən yaxşı nəyi bilirik? 10-luq say sistemində də, gündəlik həyatda, riyaziyyatda həmişə bundan işləyirik. Sualın 10-luq variantını fikirləşirəm. Məndən 16-lıqda soruşur ən böyük 2 rəqəmli. Mən deyirəm ki, gəl fikirləşək görək ki, 10-luqda ən böyük 2 rəqəmli necə yazılır? 99. Bu asandır da, bunu bilirəm onsuz da.
Sonra deyirəm ki, 99-u necə yazdım mən? Ən böyük rəqəmi götürdüm, 2 dəfə təkrarlatdım. Yaxşı, 16-lığın ən böyük rəqəmi, bax bayaq dedim, 9 yox, F, qarışdırmırıq. A, B, C, D, E, F 16-lığın içərisində rəqəmləri göstərir. Burada da ən böyük rəqəmimiz F olduğuna görə gəlib burada yazırıq FF 16. Eyni şeyi 8-likdə yazmaq lazım olsa 7, 7. Eyni şeyi 2-likdə yazmaq lazım olsa 1, 1 şəklində yazacaqsınız. Və ya başqa bir şey. Mənə deyir ki, 16-lıq say sistemində ən kiçik 3 rəqəmli ədədi yaz. 16-lıqda ən kiçik 3 rəqəmli. Yenə tərəddüd eləyirəm, deyirəm gəl bunu 10-luqda fikirləşim, görək necə olacaq. 10-luq say sistemində ən kiçik 3 rəqəmli ədədim 100-dür. Bundan əvvəlki 99 2 rəqəmli, 100-də ən kiçik 3 rəqəmli. Yaxşı, mən 100-ü yazanda nədən istifadə elədim? 0-dan və 1-dən. Sonra baxıram, deyirəm ki, bütün say sistemlərində 0-1 var onsuz da. Demək, 16-lıqda da yazılış eyni cür görünəcək, eyni formada 8-likdə və eyni formada 2-likdə. Bax belə. Və ya başqa bir şey. Mənə deyir ki, rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədədi 8-lik say sistemində yaz. Rəqəmləri müxtəlif. Mən burada belə yanaşıram, yenə deyirəm ki, yaxşı, 10-luqda desəydi rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli 999 yazamıram da. Bu olmur. Rəqəmlər müxtəlif olmalıdır. Onda 987 yazıram 10-luqda. Yaxşı, bunu necə yazdım? Ən böyük rəqəmdən başlayıb bax belə geriyə doğru getdim. Yaxşı, indi 8-likdə bunu necə eləyəcəm? 7, 6, 5. Bax belə. 2-likdə təbii ki, yaza bilmirəm, çünki 3 dənə rəqəm yoxdur, burada yoxdur. 16-lıqda da eyni formada B, E və D şəklində bunu göstərə bilərik. Yəni, qısaca, bu ən böyük, ən kiçik ədəd, rəqəm məsələləri, ən kiçik rəqəm təbii ki, hamısında 0-dır. Ən böyük rəqəm burada 1, burada 7, burada 9, burada F-dir. Bunlar asandır. Digər şeyləri də onluqla əlaqələndirib çalışacaqsınız, yazacaqsınız. Yəni, normalda məntiqi olaraq növbəti dərslərdə görəcəksiniz bunu. Bundan sonraki dərslərimizdə də say sistemləri haqqında danışacaq. Növbəti dərslərdə görəcəksiniz ki, bunların məntiqləri eynidir. Yəni, onluq say sisteminin bir çox qaydaları olduğu kimi digər say sistemlərində də keçərlidir. İndi keçirik suallarımıza, testlərimizə. 8-lik say sisteminin ən böyük 2 rəqəmli ədədini yazın deyir. Uşaqlar, mesaj bölməsinə hələ ki, heç nə yazmayın. Bu dərs tamamlansın, sonra suallarınıza baxaram. Hələ ki, mən danışım, mən sual verim, siz cavablandırın. 8-lik say sisteminin ən böyük 2 rəqəmli ədədi, ən böyük rəqəmləri 2 dəfə götürüb yazırıq. 7, 7. On altılıq say sistemində ən böyük 3 rəqəmli ədəd necə yazılır? Təbii ki, ən böyüyü F-dir. 3 dənə F-i götürüb yanbayan yazırsınız. Uşaqlar, biraz da diqqətli olun. Mövzunun videosu onsuz da Udemy-də var. İndi mümkün olduğu qədər öyrənməyə çalışın. Sonra təkrar Udemy-dən baxıb ev tapşırığını, testləri işləyəcəksiniz. İkilik say sisteminin ən böyük 5 rəqəmli ədədini yazın deyir. İkilik say sistemində 0 və 1-dən başqa heç nə yoxdur. Ən böyük 5 rəqəmli ədəd ancaq böyük olsun deyə birlərdən istifadə edəcəksiniz. Bəli. 5 dənə yanbayan 1 yazırsınız.
Uşaqlar, məntiqini tutmağa çalışsaq, say sistemləri asan bir bölmədir. 17. Bunu biraz əvvəl izahda demişdim onsuz da. 16-lıq, 2-lik, 10-luq, 8-lik hamısında 1-0-0 şəklində yazılır. 10-luqda necə 100 yazırıqsa, eyni formatda bunu. 16-lıqda da eyni cür yazırıq. Demişdim axı uşaqlar, düz cavablarımızın sayı az oldu. 18. Rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli. 8-lik say sistemində rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli. 10-luqda yazdığınız kimi yazacaqsınız. Yenə bizə lazım olan ilk 4 dənə rəqəm bunlardır. 0 ilə başlada bilmərik. 1 ilə başladırıq. 0, 2, 3 bu şəkildə. Yəni 10-luqda olduğu kimi. Nömrə 19. Bu 2 qat xal verəcək. 8-lik say sistemində rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli. Normalda müxtəlif deməsəydi, ancaq götürüb 7-ləri yazardıq. Rəqəmləri müxtəlif olan dediyinə görə belə tərsinə gedəcəksiniz. Buna aid də bayaq danışmışdım. 7, 6, 5, 4 şəklində. 10-luq say sistemində hansı ki 9876 yazırıq. Bunun kimi. Dediyim kimi 10-luq variantını fikirləşin, onu əsasən yazın. 20 və 2 qat xal. Uşaqlar, 16-lığın əlifbası dəftərinizdə gözünüzün qarşısında olsa, bunu asan yaza bilərsiniz. Belə geriyə doğru qayıdırsınız. F-E-D şəklində. Bəli. Hə. Keçirik növbəti izaha. Deməli, uşaqlar, say sistemlərində keçidlər. Hal-hazırda bu dediyim şey indi sizin üçün çox məna ifadə eləməyəcək, amma mövzunu tam öyrənəndən sonra qayıdıb baxsaz, bu mənalı gələcək. Ola bilər ki, hər hansı bir, tutaq ki, 2-lik, 8-lik və ya 16-lıq say sistemindəki ədədi 10-luğa keçmək tələb olunsun. Bu zaman şərti olaraq vurma adlandıracağımız üsuldan istifadə edəcəksiniz. Və ya tutaq ki, 10-luqda verilmiş hər hansı bir ədədi 2-liyə, 8-liyə, 16-lığa keçmək lazım gəlsin. Bu zaman da yenə şərti olaraq bölmə üsulu adlandırdığımız üsuldan istifadə edəcəksiniz. Dediyim kimi, hal-hazırda bunlar sizə çox mənalı gəlməyəcək, amma mövzunu tam öyrənəndən sonra qayıdıb bir də bu sxema baxsaz, görəcəksiniz ki, işə yarayan bir sxemdir. Burada biz nəyi öyrənəcəyik? Baxın, tutaq ki, belə bir ədəd var. 1, 0, 1. Bu ikilik say sistemində yazılmış bir ədəddir. Bu ədəd 10-luq say sistemindəki 5 deməkdir. Yəni 5-i ikilikdə yazsaq bu şəkildə yazmalıyıq və ya ikilikdə yazılmış 1, 0, 1 ədədini 10-luqda yazsaq o 5 edir. Və ya tutaq ki, 10-luqda olan 7 ədədini, adi bizim bildiyimiz 7-ni ikilikdə göstərmək istəsək 1, 1, 1 şəklində yazmalıyıq. İndi bu çevirmələri, məsələn bu ədədi bizə verib desə ki, 10-luğa çevir necə yazacaq və ya tərsinə 7-ni versə ikilikdə göstər necə yazacaq, bunlarla bağlı danışacağım. Amma əvvəlcədən onu deyim ki, burada asan qaydalar var. Hələ ki, biz təməl qaydaları öyrənəcəyik. Biraz mövzuları keçəndən sonra, dərinləşəndən sonra mən sizə qısa, sadə, asan, sürətli qaydaları da göstərəcəm. Hələlik təməl, başlanğıc səviyyə qaydalar haqqında danışacağıq.
Birinci növbədə. Uşaqlar, mən burada bax 1, 2, 3, 4 dənə nümunə vermişəm. Bu nümunələr Udemy-dəki video izahda da mövcuddur. Oradan baxmamısınızsa mütləq baxarsınız, sonra testləri işləməyə başlayarsınız. Aşağıda cavabları da vermişəm ki, özünüz məşq eləyəndə cavabı aldınız, aşağıdan baxıb yoxlayasınız da ki, düzdür, səhvdir və s. Bu şəkildə özünüz məşq eləyə bilərsiniz. Və həmçinin Udemy-də olan PDF-də bunları görəcəksiniz. 16-lığı belə qısaca yazmışam və qiymətlərini də yuxarısında qeyd eləmişəm ki, hesaplamaq başlanğıcda sizin üçün asan olsun. Deməli, onluq say sistemindən birinci 2-liyə, 8-liyə, 16-lığa və ya 5-liyə, 6-lığa hər hansı bir say sisteminə keçmə qaydası bayaq dediyim kimi şərti olaraq bölmə adlandırdığımız qaydadır. Proses necə gedir? Uşaqlar, mən yazıram, əgər bilmirsinizsə, heç olmasa birini, ikisini dəftərinizə yazın. Bax, 14 onluq say sistemində olan adi bizim bildiyimiz 14 ədəddir. Bunu ikilik say sistemindən keçmək üçün adi ibtidai siniflərdən bildiyiniz bölmə qaydasından istifadə edirik. Nəyə böləcəm mən bunu? 2-yə. Niyə 2-yə bölürəm? Çünki ikilik say sistemindən keçmək istəyirəm. 14 bölünsün 2. 7 dəfə düşür. Burada 7 vur 2, 14 yazıram. Çıxıram, qalığımı yazıram 0. Əgər aldığım nəticə, qismət, hələ 2-dən böyükdürsə, 2 və ya daha böyükdürsə, yenidən bunu 2-yə bölürəm. 3, 3 vur 2, 6, çıxıram, qalıq 1. Hal-hazırda aldığım nəticə 3-dür. Yəni, bunu yenə 2-yə bölə bilərəm. 1, 2, çıxdım 1. Bax, hal-hazırda mən 1 almışam ən son. Təbii ki, bu ədəd artıq 2-yə bölünən bir ədəd deyil. Burada proses bitir. Və burada aldığım sonuncu qismət və əvvəlki qalıqları tərsdən yazıram. 1, 1, 1, 0 şəklində bir nəticə əldə eləmiş oluram. Yəni, bu 14 ədədini ikilikdə yazsaq, bax, bu şəkildə göstərməliyik. Dediyim kimi, heç olmasa 2 dənə nümunəni dəftərinizdə qeyd edin özünüzdə. İndi keçirəm ikinciyə. Bax, bunların hamısı bir-birinə oxşayan qaydalardır. İkinci deyir ki, 71 onluq say sisteminə verilmiş bir ədəddir. Onu 8-liyə keç. Yenə eyni qaydanı tətbiq edəcəm, yəni bölmə qaydasını. Amma bu dəfə 2-yə yox, təbii ki, nəyə bölməliyəm? 8-ə bölməliyəm. Bölürəm 8-ə. Nə olur? 8 dəfə, hə? Burada 64 alırıq. Çıxanda qalığım 7-dir və burada 8 var. 8 8-ə bölünürmü? Təbii ki, bölünür və davam edəcəm. 1, 8, çıxanda buradan alırıq 0. Və bunu belə tərsdən yenə yazırıq. Olur 1, 0, 7. 8-lik. Bax, bu şəkildə. İndi keçirik növbəti üçüncüyə. Bu dəfə 44 onluq say sistemində olan ədəddir və bunu 16-lıq say sistemində yazmalıyıq. 44 eyni qaydadır, bax yenə. Bölürük 16-ya. Neçə dəfədir? 2 dəfə. 2 dəfə oldu burada 32. Çıxanda qalır burada 12. Amma indi bizim bir problemimiz var. Problemimiz nədir? Bax, diqqət elədinizsə, əvvəlkilərdə bax, bu sonuncu qismət və qalıqlar hərəsi bir dənə rəqəmi ifadə edirdi. Hər biri bir dənə rəqəmi göstərirdi. Məndə bu 2, 2-də problem yoxdur. O birisi rəqəmin yerində də 12 var. 12 2 rəqəmdən ibarətdir. Onda nə edirsiniz? Gedirsiniz, tez buradan baxırsınız ki, 12 neçədir? 12 S-dir. Demək ki, bax, bunun yerinə yazmalısınız S. Sonra tərsdən yazırsınız, tamamilə eyni qaydada və alırsınız 2S16-lıq. Uşaqlar, burada sənin 16-ya ədədi böləndə ala biləcəyin qalıqlar onsuz da riyaziyyatdan bilirsiniz də, ədədi 16-ya bölürsən, sən böyük qalıq 15-dir. Yəni, özündən balaca alınmalıdır. Və yəni 0, 1, 2, 9 kimi ədədlər alınırsa, problem yoxdur, elə birbaşa yazırsınız. Əgər 10, 11, 12 və s. 15 alınırsa, o zaman yerinə buradakı 16-lıqdakı real rəqəmləri, yəni A-nı, B-ni, C-ni, D-ni, Y-ni, F-i yazmalısınız. Bunları evdə də biraz praktika eləsəz, tam olaraq beyninizdə oturacaq. Və gəldik sonuncuya. Burada 33 5-lik say sistemidir. Bu qeyri-standart bir say sistemidir. Yəni, praktikada istifadə olunmur, nəzər olaraq mövcuddur. Amma proses yenə eynidir. Götürüb bu dəfə də 5-ə böləcəksiniz. Neçə dəfə? 6 dəfə. 6 vur 5. 30. Çıxırsınız burada 3 qalır. 6-nı təzədən bölürsünüz 5-ə. 1, 5 və çıxırsınız burada 1 qalır. Tərsdən eyni qaydada yazırıq. 1, 1, 3 və 5-lik say sistemi. Beləliklə, buradakı 4 dənə nümunəyə baxdıq. İndi bunlara aid yenə testlər gələcək. Tez cavab yazmağa çalışmayın. Əsas məqsədimiz düz yazmaq olsun, yaxşı?
tələsməyin, vaxt yetəri qədər olacaq. Düz yazmağa çalışın və mütləq evdə bunları praktika eləyin. Udemy-dən videoya baxın, PDF-dən istifadə eləyin. Buradakıları PDF-də daha çox nümunə olacaq. Onların üzərində işləyin. Hə, bir də uşaqlar, yəni bəzən belə deyirlər. Deyirlər ki, 10-luqdan 2-liyə keçmə qaydası, 10-luqdan 8-liyə keçmə qaydası, 10-luqdan 16-lığa keçmə qaydası. Bunlar ayrı-ayrı qaydalar deyirlər, ha. Ya bunların hamısı bir dənə qaydadır onsuz da. Onluqdan digərlərinin keçmə qaydası nədir? Bölmə. Sadəcə 2-yə keçəndə, 2-liyə keçəndə 2-yə, 8-liyə keçəndə 8-ə bölürsən. 16-lığa keçirsən, 16-lığa bölürsən. Yəni bəzən ayrı-ayrı qaydalar kimi verirlər, o zaman insanın gözü qorxur ki, onluqdan 2-liyə keçməyi öyrənəcəm, 8-liyə keçməyi öyrənəcəm və s. Amma bunun məntiqini başa düşsəz, sizin üçün öyrənmək daha rahat olacaq. İndi dediyim kimi uşaqlar davam edirik, amma tələsmirik. Çalışırıq ki, cavabları düz yazaq. 18 ədədini ikilik sayı sistemində yazmalıyıq. Yəni 2-yə bölürük. Uşaqlar, bayaq da demişdim sizə, bu testlərin sadə üsulları da var. Növbəti dərslərdə keçəcəyik. Bəlkə də məktəbdə müəllimlərimiz keçib və s. Amma hələ ki təməl şeyləri öyrənirik. 18-i daha qısa formalarda çevirə bilərsiniz və s. Amma hələlik bu bölmə qaydasını istəyirəm ki, hamı tam olaraq mənimsəsin. Standart qaydada bayaq olduğu kimi 18 bölünsün 2, 9, burada 18, çıxacaq, qalacaq 0, 9-u təzədən böləcəksiniz, 4, 8, çıxacaqsınız 1 qalacaq, 4-ü 2-yə böləcəksiniz, 2, burada 4 olacaq 0, 2-ni bir dənə də 2-yə böləcəksiniz, 1, 2, çıxacaqsınız 0 və tərsdən yazacaqsınız. Biraz tələsə-tələsə yazdım, ümid edirəm ki, düzdür. 1, 0, 0, 1, 0. Hə, belə. İndi növbətləri artıq mən yazmayacağım. Maksimum dərəcədə diqqətli olun ki, düzlərimizin sayı daha çox olsun. Nömrə 24. 8-lik sayı sistemində göstərməliyik. Yəni 8-ə böləcəyik. Diqqətli oluruq maksimum dərəcədə. Baxaq, neçə dənə düz cavabımız var? 53 dənə. Uşaqlar, bunu mən yazmıram artıq. Standartda əvvəlkilərə tam oxşardır. Keçirik növbəti sualımıza. 172 ədədini 16-lıq sayı sistemində yazmalısınız. Diqqətli olaq mümkün qədər. Baxaq görək, düz cavablarımızın sayı az oldu. Yaxşı, uşaqlar, 172 bölünsün 16. Standart qayda. 17-də bir dəfə, ümumi belə fikirləşirəm də, 172-də bu 10 dəfədir, düzdür? 10 dəfəsi nə edir? 160. 160. Buradan çıxanda nə qalır? 12 qalır. Bax, indi bayaq dediyim məsələyə gəlirik. Burada da 2 rəqəmli bir şey alınıb, 10. Burada da 12 alınıb. Bunları belə yaza bilmərəm də.
Onun, gəlin buradan baxaq, burada yazmışam. Onun qarşılığı A-dır. Yəni 10, 16-lıqda A olaraq yazılır. 12-nin də qarşılığı əvəzi C-dir. AC yazdıq, sonra da tərsinə. Bunun üzərində məşq edərsiniz. Bu dəfə düzlərimiz az oldu. Yaxşı məşq edib, sonra ev tapşırığını işləyərsiniz. Növbəti sualımız. Uşaqlar, bu da standart 6-ya bölmədir. 6-lıq say sisteminə keçdiyinə görə. Bunu da yazmayacağım. Ümid edirəm ki, düzlərimiz çoxdur. Hə. Yaxşı yazdınız. Və növbəti sualımız. Bu dəfə 8-lik say sistemində yazmalıyıq 50 ədədini. Əlli ədədini 8-lik say sistemində yazın deyir. Düz cavablarımızın sayına baxaq. 57. Bunu da yaxşı yazdınız. Və yəqin ki, artıq növbəti izaha keçməliyik. Hə, uşaqlar, digər say sistemlərindən onluğa keçid. Burada bayaq dediyim kimi şərt olaraq vurma qaydası dediyimiz üsuldan danışacağıq. Amma əvvəlcə belə bir şey deyirik, uşaqlar. İnformatikadan çıxırıq. Yəni, informatika dərsini indi yaddan çıxardın. Bura qədər dediyimiz hər şeyi yaddan çıxardın. Tamamilə informatika ilə bağlı olmayan, əlaqəsi olmayan bir şey yazacağım. Riyaziyyatdan bildiyiniz bir şey. 2547. Belə bir dənə ədəd yazdım. Bərabərdir. Bunu 2000 plus 500 plus 40 plus 7. Bu şəkildə parçalaya bilərəm. Bu, mərtəbə toplananlarının cəmi. Səhv eləmirəmsə, belə deyirsiniz riyaziyyatda. Və ya bunu biraz da fərqli formada yazıram. 2 vuraq onun kubu. Plus 5 vuraq onun kvadratı. Plus 4 vuraq 10 üstü 1. Plus 7 vuraq 10 üstü 0. Bax, bayaqkının eynisidir. Düz yazdım ədədləri 2, 5, 4, 7. 10 üstü 3, 2, 1, 0. Belə. Bu da yenə riyaziyyatdan bildiyiniz bir şeydir. Yəni, informatika ilə bağlı olan bir şey deyil. Yenə mərtəbə toplananlarının cəmidir. Və indi bunu biraz düstur formasına gətirməyə çalışacağıq. İndi yavaş-yavaş gedirik informatika tərəfə. Riyaziyyatdan çıxırıq. Bu 2547 ədədi onluq say sistemində olan, yəni bizim riyaziyyatdan bildiyimiz, adi həyatdan bildiyimiz normal ədəddir. Amma demişdik ki, informatikada bunu indeksə yazırıq. Onluq olduğunu göstərməkdən ötürü. İndi bir dənə bunu düstur kimi fikirləşin. Bax, buradakı 2 nədir? Birinci ədəd. Bu 2-ni götürürəm, vururam buradakı indeksə. 10-a. Yaxşı, bəs onun qüvvətində yazdığım 3, bax, bunu da belə yadda saxlayın. Bundan sonraki ədədlərin sayı. 3. Və sonra 5 vurulsun 10 üstü 2. Bu qayda davam edirik. Azalda gedirik. Uşaqlar, indi bunu ikilikdən onluğa keçmə üsuluna tətbiq edəcəyik. Tamamilə burada olduğu kimi. Mənim məqsədim nədir? Uşaqlar, mən çalışıram ki, siz bunu riyaziyyatla əlaqələndirəsiniz ki, yəni yeni bir şey öyrənirik kimi olmasın. Yəni bildiyimiz bir şeyi informatikaya tətbiq edirik. Bax, belə fikirləşin. İndi gəldim bura. Birinci rəqəmi götürürəm. 1. Vurulsun. Burada onluqdaydı, burada ikilikdəydi. İndeks 2. 2-nin qüvvəti, bax, götürdüyüm rəqəmdən sonra neçə dənə var? 3 dənə. Tamamilə burada olduğu kimi. 3
Plus o birisi rəqəm 1 vuraq 2 üstü 2 plus 1 vuraq 2 üstü 1 plus 0 vurulsun 2 üstü 0. İndi uşaqlar bir çoxlarınız mesaj bölməsində də yazırsınız. Hələ ki mesajlara baxmıram. Axıra çıxandan sonra baxacağam. Yəqin bir çoxlarınız yazırsınız ki, bura 0, 1, 2, 3 yazmaq və s. Uşaqlar, onlar ibtidai sinif qaydasıdır. Onların riyaziyyatdan heç bir əlaqəsi yoxdur. Həm müəllimlər onu keçirlər. Niyə keçirlər? Məsələn, universitetdə bəzən riyaziyyatı yaxşı olmayan, məsələn, fakültələrdə və s. əvvəllər eləyirdilər bunu. Məsələn, əvvəllər 3-cü qruplar ümumiyyətlə riyaziyyatdan imtahan vermirdilər. İndi buraxılış və s. sonradan ortaya çıxan bir şeydir. Riyaziyyatla heç əlaqələri olmurdu. Onlara müəllimlər bunu izah eləməkdə çətinlik çəkirdi. Ona görə bunun üstünə 0, 1, 2, 3 belə yazıb sonra əzbərlədirdilər ki, belə elə. Yəni riyazi təməli olmadan boş-boş əzbərlədirdilər. Amma normalda siz birinci qruplarsınız. Siz bunun arasında bağlantını qura bilməlisiniz. Yəni birinci qrup olmaq bunu tələb edir. Siz riyaziyyatçısınız. Ona görə siz belə yadda saxlamalısınız. İşin məntiqini bilməlisiniz, mahiyyətini bilməlisiniz. Yəni, misal üçün, bura 0, 1 və s. yazıb öyrənə bilərsiniz. Niyə yazırıq o 0, 1-i? Hardan gəlir? Amma normalda riyaziyyatda sən bunu bilirsənsə, bundan mənim dediyim qaydanı bağlaya bilərsən. Ona görə məntiqini başa düşməyə çalışın. O yerdə qalan 0, 1 və s. mən sizə növbəti dərslərdə üstünə yazma qaydalarını göstərəcəm. Amma 0, 1 yox, daha yaxşı formasını. Gəldik buna. İkinciyə. Hətta qələmin rəngini dəyişəcəm. Bax, yenə eyni cür. Birinci rəqəmi götürdüm. 1. Vurdum indeksə. 8. Qüvvətində 2. Bundan sonraki rəqəmlərin sayı. Sonra azalda gedəcəm. 0 vur. 8 üstü 1. Üstə gəl. 7 vur. 8 üstü 0. Deyə bilərsiniz ki, ortada 0 vur 8 üstü 1-i yazmayaq. Yazmırsınız, yazmayın. Yəni, o artıq riyaziyyatdır, informatika deyil. Mən hal-hazırda tam gedişatı sizə göstərmək istəyirəm. Ona görə 0 vurulsun 8 üstü 1, onsuz da 0-dır. Yenə də yazdım. Təbii ki, bunu yazandan sonra biz nə etməliyik? Hesablayıb bunu 10-luğa keçməliyik də. Bu nə eləyir? 8. Üstə gəl, növbəti 4. Üstə gəl, buradan 2 alırıq. Üstə gəl, o birisi də 0-dır da, 0 vur 1. Bu da 1 eləyir onsuz da. Bu da 0. Nə aldıq? 14 aldıq. 14. Aşağıdakini hesablayası olsaq, buradan 64 alırıq. O birisi 0-dır. Plus 0. O birisi nədir? 7 vur 1. O birisi də 7-dir. Nə olur bu da? 71 olur. O birisilərin də yazılış qaydalarına bir sürətli baxaq. Yenə tamamilə eyni məntiqdir. 2 vurulsun 16-nın üstündə 1 və S. S nədir? A10, B11, S12. 12 vuraq 16 üstündə 0. Və hesablamasını özünüz eləyərsiniz və 1 vurulsun 5-in üstündə 2. Uşaqlar, bunların hər hansı birini yazın. Dəftərinizdə qalsın ki, testləri işləyəndə çətinlik çəkməyəsiniz. 1 vurulsun 5 üstü 1, üstə gəl 3 vurulsun 5 üstü 0. Bu da sonuncusu. Və evdə praktik eləyəndə özünüz bunları təzədən yazarsınız, hesaplayarsınız, cavab alarsınız. Cavablar burada var. Yenə dediyim kimi, aşağıda cavabları qoymuşam ki, özünüz hesablayanda əmin olasınız ki, məsələn, bunu düz yazdım, səhv yazdım, ola bilər hardasa bir yerdə hesablama səhv eləmişəm və s. Ümumi prosesi bu şəkildə yadda saxlayın, riyaziyyatla əlaqələndirin. İndi bir neçə sualımız var, testimiz var. O testlərdə diqqətli şəkildə cavablandırırsınız. Maksimum diqqətli şəkildə. Uşaqlar, az oldu düz cavablarımız. Bunu başdan 1-2 dənəsini yazın, 1-2 toplananı. Deməli, 1 vurulsun 2, 2-nin qüvvətində 1, 2, 3, 4. Və belə davam edəcəksiniz. Sıfırları yazmasanız olar. 0 vurulsun 2 üstü 3, 1 vurulsun 2 üstü 2 plus və s. Belə gedib hesablamalıydınız.
Həm bunun da qısa yolu var. Yəni bunu belə uzun-uzun yazmadan daha sadə formada da hesablaya bilirsiniz. Amma dediyim kimi hələ ki təməl şeyləri öyrənirik. Həmin qısa yollar, üstünə yazma qaydası və sair var. Onlardan növbəti dərslərə danışacağıq. 30 növbəti sualımız. Uşaqlar, bax sadəcə 2 rəqəmdir. Diqqətli olun, düz yazın. Uşaqlar, 3 vur 8 üstü 1 üstə gəl 4 vur 8 üstü 0. Bu şəkildə hesablayacaqsınız. Buradan nə alırsınız? 24 üstə gəl 4 vur 1. Bərabərdir 28. Baxın, 3, 4 indeksini yazın. Belə əlinizi öyrəşdirin bunu yazmağa. Əlinizi öyrəşdirsəz, bəzən götürüb 3, 4 yazırlar, sonra 3 vur 10 yazırlar və s. Yəni 8-i bura yazın ki, gözünüz görsün ki, 3 vur indeks 8 olmalıdır. 8 üstü 1 plus və s. Hələ ki zəif yazdıq. Bu 2 qat xal verəcək bizə. 8-lik ədəddir. Onluqda, onluq sayı sistemində yazmalıyıq. Baxaq düz cavablarımızın sayı. 53 nəfər düz yazıb. Və uşaqlar, son bir sualımız qaldı. Rəhman, Dəniz, Alsu, Nurlan, Gülay. Hal-hazırda beşliyimiz bu şəkildədir. Keçdik sonuncu sualımıza. Və bu da 2 qat xal verəcək. 16-lıq ədəddir. Onluqda yazmalısınız. Düz cavablarımızın sayı biraz az oldu. Yaxşı uşaqlar, 1A F3 rəqəmli ədəddir. 1 vuraq 16 üstü 2, 2 rəqəm var. Sonra A nədir? 10-dur. 10 vuraq 16 üstü 1, üstə gəl F, yəni 15. 15 vuraq 16 üstü 0. Bunu yazıb hesablamalısınız. Belə uşaqlar, bu sonuncuydu. Nəticələrimizə baxaq. Alsu, Dəniz, və Rəhman. Üçlüyümüz
Sonra Nurlan, Simral növbəti yerlər. Uşaqlar, təxminən bir 10 dəqiqə istirahət edib sonra sınağa qoşularsınız. İndi videonu saxlayım, sonra mesaj bölməsində suallarınız var. Videonu saxlayım, sonra suallarınıza da baxaq.